Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Növbəti il Azərbaycanda ay 95 markalı avtomobil benzini istehsalı planlaşdırılmır. Günün xəbərləri APA Az-a istinadən xəbər verir ki, daxili bazarda istehlak ay 92 markalı benzində 239,9 min ton və ya 14,7%, dizel yanacağında isə 298,5 min ton və ya 13,7% azalma ilə proqnozlaşdırılır. Növbəti il Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulma layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat ayrılması proqnozlaşdırılır. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında Azərbaycanda 1067 54 min ton ay 92 markalı avtomobil benzini istehsal olunub. Bu da illik müqayisədə 2,1% artım deməkdir. Hesabat dövründə ölkədə 13,8 min ton ay 95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,2% azdır.